Hörmətli müəllimlər, dəyərli valideynlər və əziz məktəb yoldaşlarım. Bu gün efirimizdə diqqətinizi insanlığın gələcəyi və cəmiyyətimizin inkişafının mühüm təməl daşlarından biri olan gənclik üzərinə yönəldəcəyik. Lənkəran rayonu Yuxarı Bələkənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosu Gələcəyin İşığı FM sizi növbəti maarifləndirici və ilhamverici buraxılışda salamlayır. Mən məktəbimizin 7B sinif şagirdi Aycan Rəhimli bu gün sizə 24 aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü barədə geniş məlumat təqdim edəcəyəm. Bu veriliş həm gənclərin cəmiyyətdəki rolu, həm də onların məsuliyyət hissinin gücləndirilməsi mövzusuna həsr olunub. Əziz dinləyicilər, Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü ilk dəfə 2000-ci illərdə BMT tərəfindən təsis edilmişdir. Bu günün əsas məqsədi gənclərin cəmiyyətdəki aktiv iştirakını təşviq etmək, onların potensialını üzə çıxarmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Gənclərin həmrəylik ruhu yalnız fərdi inkişaf üçün deyil, həm də sosial və iqtisadi proseslərin davamlılığını təmin etmək üçün zəruridir. Gənclər hər bir cəmiyyətin ən dəyərli resursudur. Onlar ideyaları, yaradıcılığı və enerjisi ilə inkişafın mühüm faktoruna çevrilirlər. Statistik məlumatlar göstərir ki, dünyada 15-29 yaş arasında olan gənclərin sayı təxminən 1,2 milyard nəfərdir ki, bu da dünyanın əhalisinin təxminən 16%-ni təşkil edir. Bu böyük potensial düzgün yönləndirilərsə, sosial və iqtisadi dəyişikliklər sürətini artırmaq mümkündür. Gənclərin həmrəylik ruhu müxtəlif sahələrdə özünü göstərir. Sosial layihələrdə iştirak, könüllülük fəaliyyəti, təhsil və elmi tədqiqatlarda əməkdaşlıq, bunlar gənclərə bir-birinə dəstək verməsi və kollektiv uğurlara nail olması üçün önəmli vasitələrdir. Gənclərin həmrəyliyi yalnız milli səviyyələrdə deyil, beynəlxalq miqyasda da böyük əhəmiyyət kəsb edir. Məsələn, müxtəlif ölkələrdə gənclər təşkilatları arasında mübadilə proqramları gənclərin mədəni, elmi və sosial biliklərin artırılması ilə yanaşı dostluq və əməkdaşlıq bağlarını möhkəmləndirir. Elmi baxımdan gənclərin aktiv iştirakı innovasiya və texnologiya sahələrində əhəmiyyətlidir. Gənc alimlərin tədqiqatları bəzən sosial problemlərin həllinə birbaşa təsir göstərir. Məsələn, təhsil sahəsində tətbiq olunan yeni metodikalar, ekoloji layihələr, informasiya texnologiyaları və startap layihələri gənclərin yaradıcılığı dəyərli nümunəsidir. Bu, həm də gənclərin həmrəyliyinin məhsuldar nəticələr verə biləcəyini göstərir. Gənclər həm də liderlik potensialına malikdirlər. Onların təşəbbüskarlığı, məsuliyyət duyğusu və ünsiyyət bacarığı cəmiyyətin inkişafı üçün vacibdir. Statistik araşdırmalar göstərir ki, gənclərin iştirak etdiyi sosial layihələrdə müvəffəqiyyət nisbəti daha da yüksək olur. Bunun səbəbi onların yeni ideyalara açıq olması, çevik qərarlar vermə qabiliyyətidir. Azərbaycan gəncləri üçün həmrəylik və aktiv iştirak ənənəsi uzun tarixə malikdir. Gənclərimizin tarixi, mədəni və elmi irslərini qoruyaraq eyni müəssisələrdə xüsusi rol oynayır. Məktəb lider tədbirləri, layihələr, debat klubları və könüllü fəaliyyət nəticəsində həmrəylik ruhunu birləşdirilir. Onların sosial məsuliyyət hissini gücləndirir. Dünya Gənclərin Beynəlxalq Həmrəylik Günü həm də gənclərin gələcək üçün məsuliyyət hissini artırmaq məqsədini daşıyır. Əgər gənclər həmrəy şəkildə fəaliyyət göstərsələr, sosial problemlərin həlli sürətlənər. Cəmiyyətin inkişafı davamlı olar. Gənclərin həmrəylik ruhu eyni zamanda fərdi inkişafı da təmin edir. Sosial əlaqələr, komandada işləmək bacarığı və liderlik keyfiyyətlərini formalaşdırır. Əziz şagird yoldaşlarım, həmrəylik yalnız sözlərlə deyil, əməllərlə göstərilir. Birgə fəaliyyət layihələrdə inkişaf, könüllülük fəaliyyəti, sosial təşəbbüslər və təhsil proseslərinə dəstək. Bunlar həmrəyliyin real ifadəsidir. Hər birimiz həm özümüz, həm də cəmiyyət üçün dəyərli təcrübə qazanırsınız. Gənclərin həmrəyliyi beynəlxalq münasibətlərdə də önəmlidir. Gənclər arasında mədəni mübadilə, beynəlxalq forumlar, gənclər konferansları və qlobal layihələr dostluq, anlayış və əməkdaşlıq mühitini formalaşdırır. Bu, həm də gələcək nəsillərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipinə yiyələnməsinə şərait yaradır. Mən 7B sinif şagirdi Aycan Rəhimli bu gün sizə həm gənclərin güclü və rolunu, həm də Dünya Gənclərin Beynəlxalq Həmrəylik Günü ideyalarını çatdırmaqdan böyük məmnunluq duyuram. Gəlin hər birimiz həmrəylik ruhunu yaşadaq, bir-birimizə dəstək olaq və birlikdə daha güclü cəmiyyət formalaşdıraq. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti verilişlərdə yenidən görüşənədək sağ olun.